Yeni nəsil texnoloji avadanlıqlarından biri də avtomobil izləmə və avtomobil parkının idarə edilməsi sistemləridir. Hər iki sistem son illərin kəşfləri olsa da qısa zaman kəsiyində özünə şöhrət qazanmağı bacarıb. İndi dünyanın demək olar ki, bütün ölkələrində avtomobil idarə etmə sistemlərindən məharətlə istifadə edirlər. Əvvəlcə sistem haqqında. Web interfeys üzərindən internetin olduğu yerlərdə sistemə daxil olub, avtomobil parkına, eləcə də avtomobillərə nəzarət etmək mümkündür. Avtomobil izləmə sistemləri şirkət rəhbərləri və digər şəxslərə bir sıra üstünlüklər bəxş edir. Kiçik bir qurğunu alıb avtomobilinizə quraşdırırsınız və internet vasitəsilə onu nəzarətə saxlayırsınız. Smartfonlarda xüsusi olaraq Arvento proqramının application'ı mövcuddur. Bura daxil olarkən istifadəçi adı və parolumuzu yazaraq sistemə daxil oluruq. Sistemə daxil olarkən qarşımızda Bakının xəritəsi açılır və nəinki Bakını, bütün Azərbaycanı izləmək, Azərbaycanın bütün rayonlarını izləmək deməli imkanı mövcuddur sistemimizdə. Hal-hazırda xəritədə görsənən iki maşının hər ikisi dayanıqlı haldadır. Onun haqqında məlumat almaq üçün hansı küçədə yerləşdiyini, nə qədər müddətdir dayandığını görmək mümkündür. Hal-hazırda durduğu küçə, maşının nömrəsi və onun haqqında daha detallı məlumat almaq üçün detala girib, sürəti hal-hazırda 0 dayanıqlı halda, maşının nömrəsi sistemdə göstərilir və deməli, avtomobilə quraşdırılmış cihazın ID nömrəsi, nə qədər müddətdir dayanıqlı haldadır. 2 saat 23 dəqiqə bunu biz sistemdən izləyə bilərik. Əgər siz sürücülərinizə etibar etmirsinizsə, gün ərzində qət edilən məsafə, yandırılan yanacaq sizdə şübhə doğurursa, o zaman avtomobil izləmə sistemi sizin əsl yardımcınız olacaq. Sistem gün ərzində yandırılan yanacağın miqdarı, avtomobiliniz hansı küçə ilə saatdə neçə kilometr sürətlə hərəkət etdiyi, harada nə qədər müddətdə dayandığı haqqında sizi məlumatlandıracaq. Bu kimi məlumatları hər dəqiqə əldə edə biləcəksiniz. O ki qaldı avtomobil parkının idarə olunması sistemlərinə. Bunu biz əlavə xidmət olaraq təklif edirik və bu xidmət böyük avtoparka malik olan şirkətlərə onların avtomobilləri nə zaman servisə gedəcəklərini, hansı ehtiyat hissələrini nə zaman dəyişdirəcəklərini, hansı sürücünün hansı avtomobilini idarə etdiyini, bütün bu kimi məlumatları həmin sistemdən daxil olub görmək imkanları vardır. Deyək ki, siz sürücüyə yalnız A məntəqəsindən B məntəqəsinə hərəkət etməyi tapşırmısınız. Bu marşrutdan kənara çıxmağı ona qadağan etmisiniz. Sürücü məntəqələrdən kənara çıxarsa, bunu dərhal biləcəksiniz. Müəyyən edəcəksiniz ki, avtomobiliniz indi hansı küçədədir. Avtomobil idarə etmə sistemlərinin qiyməti bazarda 200-229 manat arasında dəyişir. Yəni ki, bu qiymətə cihazı alıb avtomobilinizə yerləşdirirsiniz və hər ay 12 manat məbləğində ödəniş edirsiniz. Cihaz mənfi 60 dərəcədən müsbət 60 dərəcə temperaturda funksiyasını itirmir. İstismar müddəti 10 ildən artıqdır. Yadda saxlayın. Belə cihazların mütləq zəmanət müddəti servis xidməti olmalıdır. Əgər o yoxdursa, onun keyfiyyəti sizdə şübhə doğurmalıdır. Servis xidməti olmayan məhsulu isə almaq məsləhət görülmür. Ehtiyat hissələri olmalıdır. Alarkən buna mütləq fikir verin ki, yanılmayasınız.